təqdim edirik. 2 saat. 2 saat. Bundan artıq nə istəyirsiniz? Əgər belə bir doğrudan təşəbbüsünüz varsa, istəyirsinizsə, sizin yaşadığınız rayona gələk, kəndə gələk, şəhərə gələk, övladlarınızın xeyir işini çəkək, ictimaiyyətləşdirək, efirdən təqdim edək. Tam Səmimi proqramında buyurun, şəxsən mənimlə əlaqə saxlayın, bircə zənginiz kifayətdir. Səxavət, mikrofonu götür, gəl. Samir müəllim, icazə verərdiniz. İntiqam müəllimi salamlayırıq buradan. Bizim dəyərli dostumuz, çox hörmətli İntiqam müəllim. Salamlayırıq, işlərində uğurlar arzulayırıq. Səxavət, nə oxuyacaqsan? Samir müəllim, icazə verərdiniz. Mən bir şey qeyd edeyim. Mən 92-ci ildən Laçın rayonundan çıxıb gələndə mən Qax rayonunda məskunləşmişəm. Buradan Qax cəmaatını salamlayıram. Orada böyük boşa... Harada böyümsən? Qaxda. Qax rayonunda. Qax rayonunda. Orada böyük boşa satmışıq. Yəni, bizi sevənlər, Qaxın bütün cəmaatına, bütün kəslərinə... Yayda bir təşkilinə gələk Qaxda bir verilir çəkək. Nə vaxt ürəyiniz istəsə gələrsiniz. Qax cəmaatını salamlayıram. Laçınları salamlayıram. Bəli, buradan... Laçın cəmaatın. Rusiyada bizim çox sayılı dostlarımız, izləyicilərimiz var. Onlar hamısını salamlayıram. Allah bütün gənclərimizin yolunu açıq eləsin. Yaxşı sənət olan insanlara Dünya Televiziyası dəstəkdir. Mən bu günləri sosial şəbəkələrdə bir paylaşım gördüm. Kimdirsə, deməli, elə insanlar, bircə saniyə mən bunu deməliyəm, elə insanlar elə şeylərdən danışırlar ki, ümumiyyətcə onlardan biz danışsaq, onlar gərək Azərbaycandan köçüb gedələr. Həqiqətən. Nə bilim, bilmirəm, bir pırpız baş, bir ara özün kiməsə oxşatdı, indi özün kiməsə bilmirsən, ümumiyyətcə nədir, bu nə məxluqdur, aktyor olmaq istəyir, gəh müğənni, onunla tutuzdura bilmir. İndi də başlayıb ona ilişməyə, buna ilişməyə, o kanala belə deyir, bu kanala belə deyir. Niyə efirlərimizdə, belə deyək də, bölgələrimizdən müğənnilər gəlir. Bu Azərbaycanımızın, deməli o insan özü Azərbaycanlı deyil. Azərbaycanlı olan insan, qanında Azərbaycan qanı olan insan, Azərbaycandan olan, Azərbaycanımızın bölgələrindən olan istedadlı insanlarımıza heç vaxt irad tutmaz. O insanın istedadı varsa, ona bütün televiziyaların, radioların qapıları açıq olmalıdır. Çünki bu torpaqda, bu məmləkətdə onlar yaşayırlar. Azərbaycan Respublikasının vətəndaşlarıdır. Biz gedib başqa düşmənimizi gətirib çıxartmırıq efirə. Və mən ona biraz şübhə elədim ki, bu Azərbaycanlı ola bilməz. Neysə, bunun qanında bir qarışığı var. Çünki Azərbaycanlı olan kəs heç vaxt Azərbaycandan, hansısa bir kənddən, bugün baxaq, xalq artistlərimizin hamısı hansısa bir rayonun bir kəndindəndir. Heç kim evində məşhur olmayıb. Efirə çıxıb, insanlar onun sənətini görüb və dəstəkləyiblər. Biz də, Dünya Televiziyası da bütün gənclərimizə, istedadlı gənclərimizə qapılarımızı açmışıq ki, bu televiziya zaten sizin televiziyanızdır. Doğma kanalımız demişsiniz, biz də sizə qucağımızı açmışıq. Gəlin, istedadınızı mən Samirə söyləyim, şəxsən hər zaman qulluğunuzdayam. Buyur.
Gelmişem bu dünyaya feryat eden ağlayan ben. Gelmişem ki gelmişem ki taşan taşan senler kimi çağlayan ay dodağından söz almışam. Aman ay dodağından söz almışam, ocağından köz almışam. Kaygısına uzanmışam, özelime ay dolaşan oğlum ya dayan oğlum ya. Ay dostlar köllümün sazını çalınca mənə. Budur tek Allah'tan dileyim beni, yaz veren her kışın dalınca mənə. Kimi piyadedir kimi piyadedir, kimi atlıdır. Xoşbəxt o kəssi ki qol qanatlıdır. Ölüm daha xoş, daha dadlıdır. Namət gölgəsində qalınca mənə. Rahsiyem ferman ehli bir ferman verir. Ay dostlar hamı insanlıktan imtihan verir. Ömür mühlet vere bir imkan verir. Ömür mühlet vere bir imkan verir. Borcludan borcunu alın da mənə. Ay dadı bir dadı. Bozat seni sakın.
Teşekkürler ay Səxavət. Səxavət, Lasınlı balası. Teşekkür edirik. Canlı. Bugün ifalarımız burada nümayiş olunur. Kime göndersin o salamı? Demək, bir gözəl xatın, çox dəyərli insan Gültəkin xanım bizə baxır. Gültəkin xanım, sizə can sağlığı, uzun ömür arzu edirəm. Həmişə Allah canınızı sağ etsin, sizi evladlarınızın, sizi sevənlərin inşallah yanından əskik etməsin. Sizin əllərinizdən öpürəm, sizi çox istəyirəm. Biz de salamlayırıq. Qaçayın